Yerin təbəqələrinin hər birini tanıdıq. Litosferi, atmosferi, biosferi, hidrosferi və bu təbəqələr bir-biri ilə qarşılıqlı əlaqədədir. Bu təbəqələrin bir-biri ilə qarşılıqlı əlaqəsini isə coğrafi təbəqə adlandıracağıq. Yəni o təbəqələrin bir-biri ilə sıx qarşılıqlı əlaqədə olduğu hissəyə isə coğrafi təbəqə deyəcəyik. Coğrafi təbəqəyə hansı hissələr aiddir? Deməli, litosferin üst qatı, litosferin üst qatı, yəni səthdən 10-12 kilometrə qədər dərinlikləri əhatə edir. Neft quyularının dibində belə bakteriyalara rast gəlinir. Bundan başqa deməli, atmosferdə isə deməli, ozon qatına qədər, yəni ozon qatı daxil olmaqla deməli coğrafi təbəqəyə daxildir. Burada isə 20-25 kilometr götürürük. 20-25 kilometr götürürük. Biosfer bütünlükdədir. Biosfer bütöv və bir də ki hidrosfer bütünlüklə. Hidrosfer bütünlüklə, yəni bu da bütövlüklə aiddir. Hara? Coğrafi üdbəsində bütövlüklə aiddir coğrafi təbəqəyə. Deməli, coğrafi təbəqənin ümumi qalınlığı isə olur 50-55 kilometr. Yəni, bu coğrafi təbəqənin ümumi qalınlığıdır. Deməli, coğrafi təbəqəyə nələr aid oldu? Litosferin üst qatı 10-12 kilometrə qədər səthdən olan dərinlik, atmosfer ozon qatına qədər, yəni troposfer bütünlükdə, stratosferdə isə ozon qatına qədər 20-25 kilometr hündürlüklər, biosfer və hidrosfer isə bütünlükdə coğrafi təbəqəyə daxil oldu. Coğrafi təbəqə təbii ki, birdən-birə yaranmamışdı, müəyyən inkişaf mərhələləri keçmişdi. Coğrafi təbəqənin birinci olaraq qədim komponentləri relyefdir, süxurlardır, yeraltı sulardır, bunlar yaranmışdı. Daha sonra isə nisbətən cavan komponentlər olan torpaq örtüyüdür, bitkidir, heyvanlar aləmidir. Bunlar formalaşmışdı. Coğrafi təbəqədə inkişafı təmin edən əsas enerji mənbələri, tükənməz enerji mənbələri bir günəş enerjisidir. Günəş enerjisidir. Bir də ki, yerin daxili enerjisidir. Yəni qismən də yerin daxili enerjisidir. Günəş enerjisi nəticəsində məhz coğrafi təbəqədə müəyyən proseslər gedir. Müəyyən dövranlar baş verir. Məsəl üçün su dövranıdır, suxur dövranıdır. Bundan başqa hava dövranıdır, bioloji dövrandır. Hər birinin deməli yaranmasında, formalaşmasında günəş enerjisi mühüm rol oynayır. Məsəl üçün bunlardan suxur dövranını göstərək. Suxur dövranı necə olur? Əvvəlcə belə deyək də, püskürülmüş suxurlar neyinir? Püskürülmüş suxurdur bu. Püskürülmüş suxur. Və bu aşınma nə? Burada da təsəvvür edək, bizim günəşimiz var. Günəş enerjisi nəticəsində bu suxur parçalanır, aşınır. Burada aşınma gedir, aşınma prosesi gedir. Və aşınma prosesi nəticəsində bu çevrilir çökmə suxura. Daha sonra çökmə suxur isə üst-üstə toplanaraq çevrilir, yəni yüksək temperatur və təzyiqin nəticəsində çevrilir digər bir suxura. Bunlar isə metamorfizm adlanır, yəni çevrilmiş suxurlar. Metamorfik suxurlara ayrılır. Daha sonra metamorfik suxurlar yerin dərin qatlarına gedərək mantiyada isti temperatur və təzyiqin nəticəsində ərinti halına keçir. Olur maqma. Və sonra maqma vulkanizm nəticəsində nə edir? Yer səthinə çıxır və beləcə necə suxurları yaradır? Maqmatik suxurları yaratmış olur. Yəni püskürülmüş suxurlar yaranır.
Bu oldu sıxır dövranı. Eyni zamanda su dövranı məhz təbiətdə həyatı təmin edən əsas amillərdən biridir. Su dövranı keçmişdik artıq hidrosferdə. Bilirik ki, böyük və kiçik su dövranları var. Kiçik su dövranında okean, atmosfer və okean iştirak edirdi. Böyük su dövranı isə yer kürəsində olan canlıların belə deyək də əsas yaşamasını təmin edən su dövranıdır. Burada həm də quru iştirak edirdi. Məhz quruda yaranan səth suları, çaylar, göllər, buzlaqlar, bataqlıqlar, bu yeraltı sular, bunlar hamısı böyük su dövranının nəticəsində formalaşırdı. Təbii ki, bir ərazidə su yoxdursa, orada təbii ki, bitki də olmayacaq. Bitki yoxdursa, torpaq örtüyü də əmələ gəlməyəcək. Torpaq örtüyü də yoxdursa, heyvanlar da təbii ki, ot da yaranmayacaq. Heyvanlar da, yəni hamısı bir-biri ilə sıx qarşılıqlı əlaqədədir. Yəni biri olmadıqda digəri də məhv olur. Və coğrafi təbəqə 3 dənə inkişaf mərhələsi keçib. Birinci mərhələ, ikinci mərhələ və üçüncü mərhələ olmaqla ayrılıq. Birinci mərhələ biogenə qədərçi mərhələdir. Biogenə qədərçi. Biogenə qədərçi mərhələ. Bu 3 milyard il bundan öncəni əhatə edir. Daha sonra isə biogen mərhələdir. Biogen mərhələdir. Biogen mərhələ bəs nə vaxt, nə qədər müddətdir? 580 milyon ildir. Və sonuncu isə antropogen mərhələdir. Antropogen mərhələdir. Bu isə 40 milyon il bundan deməli əvvəldən başlamış və bu günə qədər davam edir. Biogen mərhələdə nə baş verib? Yer qabığında vulkanizm prosesləri nisbətən zəifləyib. Karbon qazı çox olub, oksigen isə az. İntensiv yağışlar yağıb. Bax dediyimiz hansına aiddir? Biogenə qədərki mərhələyə. Neynədir? Karbon qazı çox oldu, oksigen az oldu. Yer qabığında vulkanizm prosesləri nisbətən zəifləyib, qədim platformalar yaranıb və intensiv yağışlar yağıb. 4 dənə əsas belə deyək də vacib burada məqam var. Birincisi, deməli nə oldu? Vulkanizm prosesi zəifləmişdi. Qədim platformalar yaranmışdı. İntensiv yağışlar yağmışdı biogenə qədərki mərhələdə. Karbon qazı və oksigen, karbon qazı daha doğrusu çox olmuşdu, oksigen isə az olmuşdu. Biogen mərhələdə nə baş verdi? Artıq torpaq örtüyü formalaşmağa başladı, üzvü məşəli çökmə suxurlar əmələ gəlmişdi. Amma biogenə qədərki mərhələdə yenicə üzvü məşəli suxur formalaşmaq istəyirdi. Biogen mərhələdə isə artıq üzvü məşəli suxurlar əmələ gəlmişdi. Buna görə də bitkilər inkişaf eləmişdi. Ondan sonra suda quruda yaşayanlar, sürünənlər, məməlilər, quşlar, balıqlar formalaşmışdı. Üzvü aləmin təkamülü daha da intensivləşmişdi. Atmosferdə isə karbon qazının miqdarı biogen mərhələdə kəskin şəkildə azalmışdı, oksigenin isə miqdarı artmışdı. Və bu mərhələnin sonunda insanın yarandığı güman olunur. Antropogen mərhələdə isə 2 hadisə baş vermişdi. Birincisi təbiətdə, yəni burada belə deyək də, Homo sapiensin yaranması ilə başa çatmışdı. Daha doğrusu hazırda davam edir, yəni yaranması ilə başlamışdı. Homo sapiensin yaranması ilə qlobal ekoloji problemlər baş vermişdi və insanın təbiətə təsiri artmışdı. İnsanın təbiətə təsiri artmışdı. Təsiri artdı. Bu deməli nə oldu? Coğrafi təbəqənin inkişafı oldu. Yəni inkişaf mərhələləri oldu. Coğrafi təbəqənin inkişaf mərhələlərində diqqətli olmalıyıq, qarışdırmamalıyıq. Bir də bayaqlar dedik ki, coğrafi təbəqənin inkişafının mənbəyi günəş enerjisi, yerin daxili enerjisidir. Coğrafi təbəqədə maddələrin ümumi dövranı prosesi baş verir. Və deməli coğrafi təbəqənin qanuna uyğunluqları var. Coğrafi təbəqənin qanuna uyğunluqları. 3 dənə qanuna uyğunluğu var. Birincisi ritimlikdir. Yazıram ritimlik. İkinci yazıram bütövlük. Və üçüncü isə yazıram ki, zonallıq. Ritimlik nədir? Təbii ki, hər hansı bir hadisə və ya prosesin təkrarlanmasıdır ritimlik. Ritimlik özü də 3 hissəyə bölünür. Sutkalıq ritimlik var, illik ritim var. Burada qarşısında yazıram.
Sutkalıq, sutkalıq, ritim. Sutkalıq ritim deyəndə bura nələr daxildir? Sutkalıq ritmlərə brizlərin yaranması, gecə-gündüzün formalaşması, şehin düşməsi, dağ-dərə küləkləri, bunlar hamısı sutkalıq ritmlərdir. Ondan sonra var illik ritmlər, illik ritmlər. İllik ritmlərə nələr daxildir? Məhsul yığımları daxildir, fəsillərin yaranması, musson küləkləri. Bunlar nədir artıq? İllik ritmlərdə ağacların yarpaqlarının tökməsi və yaxud da ki, yenidən yarpaqlaması, çiçəkləməsi, bitkilərin dəyişməsi, bunlar deməli illik ritmlərə aiddir. Bir də var çox illik ritmlər. Çox illik ritmlər təbii ki, adından da məlum olduğu kimi uzun illər ərzində baş verən ritmlərdir. Məsəl üçün bura nəyə aid edə bilərik? Dəz mərhələsi və quru mərhələsini, transkriyasiya və reqressiyanı, 4-cü dövr buzlaşmasına aid edə bilərik. Ondan sonra deməli dağ əmələ gəlmə və platforma mərhələlərinə aid edə bilərik. Çox illik iqlim dəyişmələrinə aid edə bilərik ki, bunlar çox illik ritmlərə daxildir. Ondan sonra deməli coğrafi təbəqənin digər qanun uyğunluqlarından biri də bütövlükdür. Bütövlük komponentlər arasında əlaqənin, yəni sıx olduğunu ifadə edir. Bu o deməkdir ki, burada coğrafi təbəqədə hər hansı bir komponenti götürəndə digər komponent də ya formalaşmır və yaxud da ki, onun tamlığı pozulmuş olur. Tutaq ki, təbii ki, burada bütün komponentlər bir-biri ilə əlaqəlidir. Torpaq yaranır, torpağın üzərində bitki inkişaf edir. Bitkidən ot yeyən heyvanlar qidalanır. Ot yeyən heyvanlarla yırtıcı heyvanlar qidalanır. Sonra yırtıcılar ölür, onlarla mikroorqanizmlər qidalanır. Təsəvvür edək ki, otu götürdük. Təbii ki, ot yeyən heyvanlar olmayacaq. Ot yeyən heyvan yoxdursa yırtıcı olmayacaq. Yırtıcı yoxdursa mikroorqanizmlər də artıq yox olub gedəcək. Deməli, coğrafi təbəqənin bütövlüyü deyəndə bunları başa düşmüş olduq. Və yaxud da ki, qida zəncirini deyə bilərik. Qida zənciri təbii ki, bitkilərin deyirəm belə, canlıların qidalanmasına görə ayrılır. Yadınızdasa biosferi izah edəndə demişdik ki, canlılar qidalanmasına görə 3 yerə bölünür. Produsentlər, konsumentlər və redusentlər olmaqla. Produsentlər qeyri-üzvü maddələrdən üzvü maddələr hazırlayan canlılar idi. Bunlara daxil idi bitkilər. Bitkilər də suya olan tələbatına görə sonra ayrılırdı. Kserofit bitkilər, mezofit bitkilər, higrofit. Kserofit deməli az tələbkar idi, mezofit orta, higrofit isə daha çox tələbkar olan bitkilər idi. Ondan sonra bir də var idi konsumentlər. Konsumentlər ot yeyən canlılar idi. Bunlar belə deyək də hazır üzvü maddələrdən qidalanan canlılar idi. Heyvanlar, müxtəlif bitki növləri, insanlar bu qrupa daxil idi. Bunlar da ot yeyən, ət yeyən və qarışıq qidalanan olmaqla bölünürdülər. Ot yeyənlərə deyirdik herbivor, ondan sonra deməli ət yeyənlərə deyirdik karnivor, qarışıq qidalananlara isə omnivorlar deyirdik. Və bir də var idi redusentlər, üzvü maddələri qeyri-üzvü maddələrə çevirirdilər. Göbələklər, bakteriyalar, bu kimi canlılar bura daxil idi. Və qida zəncirində dediyimiz kimi hər hansı birini götürdükdə digərində məhv olması prosesi baş verir. Ondan sonra vardı coğrafi təbəqədə zonallıq qanununa uyğunluğu. Zonallıq qanununa uyğunluğun yaradan əsas səbəblər yerin öz ox ətrafında fırlanması, yerin günəş ətrafında fırlanması və bir də meyilli fırlanmasıdır. Deməli, nələr oldu zonallığı yaradan? Yerin öz ox ətrafında hərəkəti, yəni yer öz ox ətrafında hərəkət eləyir, öz oxu. Bir də bilirik ki, yer günəş ətrafında hərəkət eləyir, günəş ətrafında. Bir də bilirik ki, yer orbit müstəvisinə 66,5 dərəcə meyilli hərəkət eləyir. Bax, bu neyinir? Zonallığı yaradır. Zonallıq üfüqi və şaqlı olmaqla bölünür. Buna üfüqi olana enlik zonallığı deyirik, enlik zonallığı. Şaqlı olana isə hündürlük zonallığı deyirik, hündürlük. Təbii ki, enlik zonallığı düzənliklərdə olacaq, düzən ərazilərdə, düzənliklərdə olur enlik zonallığı. Hündür ərazilərdə, yəni hündürlük zonallığı adından məlum olur ki, hündür ərazilərdə olacaq. Bu da haradır? Dağlardır. Dağlara da uyğun gəlir hündürlük zonallığı. Enlik zonallığı ekvatordan qütblərə doğru təbii zonaların bir-birini əvəz eləməsidir. Hündürlük isə dağın ətəyindən zirvəsinə doğru təbii zonaların bir-birini əvəz eləməsidir. Bir də ki, bunu da qeyd edək ki, zonallıq və azonallıq olmaqla da ayrılır. Zonal komponentlərə nələr daxildir? Yer səthinin xaricində olanlar, yəni yerin üstündə olanlar. Bunlar nələrdir?
Zonal komponentlər. Buradan yazıram zonal komponentlər. Bax, bunlar zonal komponentlərdir. Zonal komponentlər deməli nə olacaq? Bitki olacaq, yəni yerin səthində nə varsa onları deyirik. Bitki olacaq, torpaq olacaq, torpaq, yəni yerin üstündə təbii ki torpaq, yer səthindədir torpaq. Ondan sonra heyvan olacaq, heyvanlar olacaq və bir də səthi suları olacaq. Səthi suları. Bunlar nə oldu? Zonal komponentlər oldu. Zonal komponentlərdən başqa, həmçinin azonal komponentlər də var. Azonal komponentlər. Azonal komponentlər isə yerin daxili qüvvələri nəticəsində yaranmış komponentlərdir. Bura relyefə aiddir, tektonik quruluşa aiddir, tektonik quruluşa aiddir, geoloji quruluşa aiddir, geoloji quruluşa aiddir, suxurlara aiddir, suxurlara aiddir, yeraltı sulara aiddir, yeraltı sular. Sulara aid. Təbii ki, yeraltı suların da toplanması geoloji quruluşla birlikdə əlaqəlidir. Vulkanik məsaməli, yəni effuziv suxurların olduğu ərazilərdə yeraltı sular çox olur. Yəni yerin altına rahatlıqla hopa bilirlər. Zonal komponentləri də tanıdıq, artıq fərqləndirə bildik düşünürəm ki. Bir də burada dedim ki, enlik zonallığı, hündürlük zonallığı, enlik zonallığı üçün düzənlik ərazi dedim. Məsəl üçün, Şərqi Avropa düzənliyi üçün nə olacaq? Enlik zonallığı. Və yaxud da ki, Qərbi Sibir üçün nə olur? Enlik zonallığı. Desəm, Cənubi Amerikanın qərbi, bura nə deyərik? Hündürlük zonallığı təbii ki. Və yaxud da ki, Şimali Amerikanın qərbi hündürlük zonallığı. Himalay dağları artıq olacaq, adından məlum olduğu kimi dağdır, hündürlük zonallığı. Avstraliyanın şərqi hündürlük zonallığı olacaq təbii ki. Ondan sonra İtaliyanın şimalı hündürlük zonallığı olacaq, çünki Alp dağları yerləşir. Po ovalığı burada təbii ki nə olacaq? Enlik zonallığı olur. Hardakı düzən ərazilərdir, düzənliklərdir. Orada enlik zonallığını deyirik. Hardakı dağlardır, orada isə hündürlük zonallığını deyirik. Bunlar deməli oldu coğrafi təbəqənin xarakterik xüsusiyyətləri. Yəni coğrafi təbəqəni bu qədər öyrənsək, düşünürəm ki, kifayət edir.